Vaxtınız xeyir olsun. Bu videoda sizlərə günün informatika suallarından 17-ci sualın izahını verəcəm. Sualımız fərqinə siyahılara aydınlanmış sualındadır. Baxırıq ki, A və B siyahıları verilib və 3-cü sətirdə A bərabər A plus B yazılıb. Yəni 3-cü sətirdə iki siyahının toplanması əmri var. Biz də bilirdik ki, siyahılar toplanan zaman yan-yana yazılırdı. Gəlin bunu sizə başqa bir nümunə üzərində göstərim. Baxın, burada da iki siyahı qeyd etmişəm və burada elə bilin ki, bayaqki proqramı yarıya qədər gəlmişəm də, belə deyək. Və burada C-də A plus B-nin cəmlənməsini istəmişəm. Deməli, baxırıq ki, C dəyişəninə A plus B-nin cəmi, belə deyək, mənimsədilib. Yəni, iki siyahı yan-yana yazılaraq C dəyişəninə mənimsədilib. Baxırıq ki, baxın, turuya qədər, bu hissəyə qədər A siyahısının daxilində olan elementlərdir. Buradan sonra isə B siyahısının daxilində olan elementlərdir. Birləşərək bütöv bir siyahı yaratmış olurlar. İndi gəlin sualımıza qaydaq. Bu durumda burada da A siyahısı üçün, A dəyişəni üçün yeni bir siyahı yaranmış olacaq. Sözgedən siyahı da bu iki siyahının cəmi olacaq. Daha sonra növbəti sətirdə isə sort funksiyası verilib. Sort funksiyasının belə deyək, tətbiqləri fərqli-fərqli verilənlərin tərkibində olur. Nə baxımdan? Yəni, adi rəqəmlərə də tətbiq olunur. Sətir daxilində yazılmış ədədlərə də tətbiq olunur. Hərflərə və hərf rəqəm qarşı olan siyahılara da tətbiq olunur. Gəlin hissə-hissə əvvəlcə bunların tətbiqini görək ki, sonra misalımızda sanki bunların bir növ qarışığıdır. Orada daha aydın mənimsəyə bilək. Birinci sort funksiyasını adi riyazi tam ədədlərə tətbiq edək. Müəyyən ədədlər yazdım siyahının daxilində və sort funksiyasını tətbiq edək indi. Deməli, buradan A siyahımızı soruşaq yenidən. Baxın, gördüyümüz kimi riyazi ədədlərə sort funksiyası nə bir, belə deyək, funksiya yerinə yetirir burada. Riyazi ədədləri sadəcə olaraq kiçikdən böyüyə doğru düzür. Sort funksiyasının ümumiyyətlə, yəni belə deyək də, işi budur ki, verilən siyahını kiçikdən böyüyə doğru düzür, siyahının bütün elementlərini. Ədədlərdə gördüyümüz kimi tam sadə riyazi bir formada işləyir. Əvvəl 4-ü yazdı, sonra 5-i, sonra 45-i və s. İndi sözgedən ədədləri sətrin daxilində yazsaq, yəni dırnağa alsaq, görək proses necə gedəcək. Baxaq, deməli. Burada proses bayaqki hissədən biraz fərqli gedir. Deməli, burada riyazi ədəd kimi baxmır böyük-kiçik ədədə. Deyim, indi necə baxır? Gəlin bunu SS edeyim. Gətirirəm bura. Baxın, burada məsələ necədir? Yuxarıki hissədə adi bildiyimiz riyazi qayda tətbiq olundu və ədədləri kiçikdən böyüyə doğru düzdü. Burada isə verilmiş ədədlər artıq bir növ riyazi ədədlər deyil. Sətir tipində bir verilən kimi baxdı buna sort funksiyası və bu halda neynədi? Burada bilirik ki, ən böyük ədəd tutaq ki, burada 76545 olmalı idi da. Yəni, böyüdən kiçiyə doğru düzürsə, özü kiçikdən böyüyə doğru düzürsə, ən sonda bu ədədi yazmalı idi da riyazi baxımdan. Amma burada buna bir növ fərqli yanaşır. Necə? Ya da misal üçün 1123 rəqəmi belə deyək də, ən kiçik ədəd deyil də, ən kiçik olaraq 4-ü yazmalı idi, sonra 5-i, sonra 45-i, sonra 1123-ü. Amma bu neynədir? Birinci 1123-ü yazdı. Yəni, burada bu ön hissədəki ədədə baxır bir növ. Burada görürük ki, ən birinci ədədi 1-dir. Aha, bunun arxasına nə qədər rəqəm əlavə edirsə edək, həmin o 1-i görürsə, artıq gətirir onu ön hissəyə qoyur, ən kiçik kimi. Aydındırmı fikrim? Sonra gəlir 4-ü görür. Gəlir 4-ü qoyur. Sonra gəlir yenə 4-5-i görür. Bax, bu hissəni görür. Gəlir sonra 4-5-i qoyur. Daha sonra 5-i qoyur. Daha sonra sonuncu ədədi qoyaraq öz funksiyasını tamamlamış olur. Yəni, burada bir növ riyaziyyat necə keçir deyim sizə. Sadəcə olaraq ilk rəqəminə əsasən kiçikdən böyüyə doğru düzür sort funksiyası. Ona görə də adi riyazi, belə deyək, kiçikdən böyüyə ədədləri düzmək qaydasından üst-üstə düşmür. Ümid edirəm, fikrim aydındır. Baxın, burada sadəcə olaraq ön rəqəmini görür, birinci rəqəmini görür və birinci rəqəmə əsasən sortlama prosesini həyata keçirilir. Burada 1-i görürdük, artıq 1-in arxasına nə qədər rəqəm yazırıqsa yazaq. Onu gətirəcək ən kiçik kimi ön hissəyə qoyacaq. Baxın, burada da gördüyünüz kimi. Ümid edirəm, fikrim aydındır. İndi keçirəm 3-cü hissəyə. Sadəcə hərflərə tətbiqinə keçək. İndi bu proqramı run edək. Nəticə bu formada ekrana çıxacaq. İndi görək burada səbəb nədir? Bu halda hərflərə tətbiq olunduqda isə birinci böyük hərfləri yazır həmişə. Daha sonra kiçik hərfləri. Sort funksiyası A hərfini Z hərfindən balaca görür. Z-i gətirir ən sona yerləşdirir. A-nı gətirir ən əvvələ qoyur. A-dan sonra gəlir B hərfi. Görürsünüz, B-ni gətirib A-dan sonraya yerləşdirib. Burada bir nüans var. Baxırıq ki, burada
Hərflərin sayı çoxdur, amma gətirib misal üçün arxaya qoyub da. Burada bir məsələ var. Problem budur ki, burada B-dən sonra da burada C gəlir. C də B də A-dan böyük olduğuna görə, Z-ə daha yaxın olduğuna görə bu istiqamətdə yerləşib. Yəni bu kiçikdən böyük doğru düzülüş daxil. Ona görə bu istiqamətə yerləşibdir. Burada da birinci kiçik A, sonra kiçik AB və BB bu formada ardıcıl getmiş olacaq. Və sortun bir belə deyək özəlliyi var ki, böyük hərfləri kiçik görür. Ona görə əvvələ yerləşdirir. Böyük hərflər üçün də eyni qayda keçərlidir. Yəni kiçik A-nı ən balaca, böyük Z-i ən böyük görəcək. Ona görə də belə deyək, düzülüş bu formada olacaq. B sonra Z gəlmiş olacaq. İndi isə gəlin, ümid edirəm bu dediklərim tam aydındır sizə. Gəlin indi hərf rəqəm qarışıq olan siyahıları tətbiq edək sort funksiyasına. Bu bir növ bizim misalımızın qısa bir hissəsidir. Daha sonra misalımıza keçid edəcəm. Baxaq proqramımıza. Aha, nəticə bu formada ekrana çıxmış olacaq. Hərf rəqəm qarışıq olduqda isə sort funksiyası belə işləyir. Birinci rəqəmləri düzür, daha sonra böyük hərfləri, sonra isə kiçik hərfləri. Deməli, burada prosesimiz necə gedəcək? Əvvəlcə gələcək rəqəmlərini yazacaq. Yadınızdadırsa, bayaq izah etdim. Dırnağın daxilində rəqəm olduqda sort funksiyası buna necə yanaşır? Və eyni qayda ilə tam olaraq o formada yanaşaraq əvvəl rəqəmlərini düzəcək. Yəni, burada rəqəm böyük olmasına baxmayaraq, ilk rəqəmini 1 olduğuna görə gətirib ən kiçik olduğunu düşünərək əvvələ yazacaq və 9-un ən böyük olduğunu düşünərək ən sona yazacaq. Daha sonra böyük hərflərini yazacaq, bayaq izah etdiyim qayda ilə və daha sonra isə kiçik hərflərini bizim üçün yazacaq. Baxmayaraq ki, gördüyünüz kimi kiçik hərfin daxilində rəqəm var, amma yenə də sonuna gəldiyinə görə ən sona yazmış olacaq. Deməli, sort funksiyasının müxtəlif hissələrə tətbiqi bu formada olmuş oldu. İndi gəlin ümumiləşdirərək misalımıza tətbiq edək. Deməli, burada necə olacaq? A dəyişən üçün hər iki sətir birləşəcək, üzr istəyirəm, siyahı birləşəcək və yanaşı yazılacaq. Gəlin yazaq. Deməli, bu siyahımız olacaq. Burada hətta gəlin kopyalayaq, çünki sonra problem olmasın. Əvvəl bu siyah olacaq, daha sonra isə bu siyahımız yanaşı şəkildə yazılacaq. Bu oldu bizim A dəyişən üçün yeni bir qiymətimiz. Artıq əvvəlki qiyməti biz nə edirik? Nəzərə almırıq. A-ya yeni qiymət almışdıq. İndi gəlirik burada, həmin o A siyahısını biz deməli, kiçikdən böyüyə doğru sort funksiyası vasitəsilə düzürük. Deməli, nə elədik birinci? Ən birinci gəldi rəqəmlər. Rəqəmlərimiz burada hansılardır? 1, 1, 1 və 1, 2. Artıq burada 111 və 12 kimi baxmırıq rəqəmlərə. Yəni, sətir tipində verilənlər kimi baxırıq. Bu zaman ən kiçik olaraq nəyə yazacaq? 1, 1, 1-i. Daha sonra yazacaq 1, 2-ni. Rəqəm bitdi. Düzdür? İndi gəlməlidir böyük hərflər, daha sonra gələcək kiçik hərflər. Böyük hərfimiz burada bir dənə A1-dir, yazdıq A1-i. Daha sonra indi keçid edirik kiçik hərflərə. Başqa burada kiçik hərf, böyük hərf yoxdur. Aha, kiçik hərflər budur, budur, budur və budur. Aha. Deməli, burada birinci A-nı yazacaq. Hansıdır? Baxın, rəqəmlə gəlin. Birinci yazılacaq A2, rəqəmlər, sonra böyük hərflər, sonra kiçik hərflər. Ona nəzərən. Sonra yazacaq nəyi? A-A-A-nı yazdıq A-A-A. Daha sonra A-lar bitdi. İndi gəlirik B-lərə. B-də burada bir B var, bir də deməli B1 var. Ha, bunu unutmuşam bayaq, indi gördüm. Deməli, birinci yazacaq B-mizi, B-ni yazdı mı? Daha sonra yazacaq B1-i və sonda isə D3-ü yazaraq ən böyüyü qeyd edərək işini bitirəcək. Bu oldu sort funksiyasının tətbiqi. İndi burada reverse funksiyası var. Bu nə iş görür bu funksiya? Bu funksiya sadəcə olaraq verilən siyahını tərsinə düzür. Gəlin bunu da xırda bir nüansda sizə göstərim. Buradan A-nı soruşsaq, gördüyümüz kimi sadəcə olaraq verilən siyahını tərsinə formada yazır. Heç bir burada bir dəyişiklik eləmir. Bu qaydaya əsasən deməli bizim siyahımız necə yazılacaq? Əvvəl olacaq burada D3, yəni bu istiqamətə yazılacaq da. Sonra gələcək B1, B, A, baxaq elə variantlardan axtaraq. Deməli, D3 gələn burada elə bir dənə A variantıdır. Cavab olacaq A variantı. Deməli, D3 sonra B1, aha, sonra B, A, sonra, mən burada niyə 3 dənə A yazmışam bir dəqiqə? Hə, üzr istəyirəm, burada 2 dənə A olmalıdır. A, sonra A2, A1, 12 və 111. Bəli, cavabımız olacaq A variantı. Pythonda yoxlayaq. Bu da misalımızın Pythonda tətbiqi. Gördüyümüz kimi bizim siyahımız tərsinə yazılmış olacaq. Cavabımız olacaq A variantı. Bu qədər. Sağ olun. Allah amanında.